Salam, hər vaxtınız xeyirli və uğurlu olsun. Bizim Səda bugünə və bu saat olan buraxılışı ilə efirdədir. Xoş gördük sizləri. Bəzən insan tək qalmağa, nəfəs almağa ehtiyac hiss eləyir. Hissləri, düşüncələri ilə baş-başa qalıb götür-qoy etmək istəyir. Bunun üçün ən gözəl yer təbiətin qoynudur. Təmiz hava insana hər zaman yaxşı təsir edir. Təsəvvürümüzdə ilk olaraq yaşıllıq, yamacları buludlara qədər uzanan qocaman ağaclar canlanır. Ağaclar əslində hər bir ölkənin sərvətidir. Ta qədimdən ən zəngin insanlar öz bağları ilə öyünərdi. Əməkdaşımız Gülnarın bugün haqqında danışacağı bağ isə sizin düşündüyünüz bağlardan deyil. Bu əksəriyyətimizin haqqında eşitdiyi xanlara məxsus bağlardır. Bəli, söhbət xan bağından gedir. Sözü çox uzatmadan keçid alaq süjetimizə. Abşeronun Nardaran kəndində yerləşən xan bağı Şirvanşahlar dövrünə 15-ci əsrə aid edilən saray mülküdür. Xan bağının ətrafı olduqca geniş sahə olduğundan vaxtilə burada yaşıllıqlar, meyvə ağacları salındığı qeyd olunur. Xan bağına qədimdə Şah bağı da deyilib. Bağın dənizin kənarında yerləşməsi onu daha da füsunkar edib. Xan bağı əsas binadan və bir neçə köməkçi tikilidən ibarətdir. Dördbucaq formaya malik tikilinin künc hissələrində isə kiçik otaqlar yerləşir. Bağın üzəri günbəzlə örtülüdür. El arasında xan bağı deyilir, amma əslində ümumi adı, yəni daha geniş adı Şirvanşahların yay iqamətgahıdır və Şirvanşahlar dövründə onların müxtəlif yerlərdə iqamətgahları olub. O iqamətgahlardan biri də burada inşa olunub, Nardaranda. Hal-hazırda durduğumuz yer dənizdən təxminən 2 kilometr məsafədə yerləşir. Bura çox torpağına görə, ümumiyyətlə təbiətinə görə, havasına görə və suyuna görə çox seçilmiş bir yerdir. Ona görə də Şirvanşahlar təbii olaraq o zamanın belə deyək, şahları bu yeri özləri üçün ən yaxşı dincəlmək üçün yer seçiblər. Tarixçilər ötən əsrlərdə bağda divanxananın, hamamın da mövcud olduğunu iddia edirlər. Xan bağının içərisinə daxil olduqda burada tam mərkəzdə bir hovuz görə bilərsiniz ki, yerli sakinlər hovuza suyun hardan gəldiyindən məlumatsızdırlar. Ancaq tarixi mənbələrə istinadən onu deyə bilərik ki, keçmişdə bu hovuz vasitəsilə Nardaran qalasına və dənizə yeraltı keçid olduğu fərz edilir. Xan bağı yan tərəflərdən hamar səthli, sadə, 3 düz bucaqlı pəncərələrlə işıqlandırılıb. Bağın yanında yaşı 350-dən yuxarı olan zeytun ağacı vaxtilə hökmdarların ən sevdiyi ağaclardan olub. Xan bağını gəzdikcə onun nə dərəcədə paytaxt Bakıdakı Şirvanşahlar saray kompleksinə bənzədiyini şahid oluruq. Bu da bir daha onu sübut edir ki, Xan bağı həqiqətən də Azərbaycanın qüdrətli dövlətlərindən biri olan Şirvanşahlar dövlətinin hökmdarlarına aid tikilidir. Xan bağının zalı öz sadə interyeri ilə diqqət çəkir. Monumental tikilinin memarlıq plan quruluşu kvadrat əsaslı olmaqla tərəflərin ölçüləri 14 metrə çatır. Hal-hazırda iqamətgahdan ancaq gördüyümüz bu daş qalıb, amma ola bilsin ki, ehtimal olunur ki, o vaxtlar burada əlavə tikillər də olub. Bu yaxınlarda onun hamam olub və başqa tikillər də olub. Əlbəttə ki, bilirsiniz, tarix keçə-keçə o qorunmadığına görə müəyyən vaxtlarda onlar dağıdılıbdır, aradan gedibdir. İndi qalan sadəcə bu Şirvanşahların özünün xüsusi memarlıq üslubları olub. Hər naxışlı, hər xətti belə, hətta günbəzlərinin forması belə həmin o Şirvanşahlar sarayının Bakıdakı mərkəz sarayına eyni uyğundur. Xan bağından təxminən 100 metr aralıda qədim Nardaran qalası yerləşir. Bu da vaxtilə strateji baxımından böyük əhəmiyyət kəsb edib. Bağın məhz hansı Şirvanşah hökmdarının dövründə inşa edildiyi məlum deyil. Yalnız onun təkcə adı belə zamanında xanlara layiq bağ olduğuna dəlalət edir. Gülnar İlqar qızı, Bağır Kərimov, Lider TV. Yol getmək xoşuma gəlir. Bəziləri deyəcək ki, burada xoşa gəlimli nə var ki? Mən deyim, siz də təsəvvür eləyin. Soyuq qış gecəsi avtomobillə gedirsiniz. Pəncərədən vuran qar damcıları fonunda isti salonda bu mənzərəni izləməyin də öz ləzzəti var. Hələ mən gözəl musiqi, üstə gəl yol boyu yanan fənərlərin sayrışan işıqlarından danışmıram. Hətta yol boyu sıralanan tikillərin üzərindəki rəngarəng neon işıqlarla bəzədilmiş elanlar da bu zaman adama cazibəli gəlir. Şəhərin gecə görüntüsünə biraz da rəh qatırlar.
Neon işıqdan söz düşmüşkən, əməkdaşımız Elmira deyir ki, indi bu cür boyalar da var. Hətta evlər, muzeylər də. Elə sıradakı sujetində o neon boyalarla fərqli əsərlər yaradan rəssam haqqında danışacaq. Düzü deyim ki, bu mövzu mənə də çox maraqlı gəldi. Gəlin fərqli rəssamın iş prosesini bir yerdə izləyək. Rəssamlığına Avropada daha çox rast gəlmişik. Artıq Azərbaycanda da bu sənətə rast gəlmək olur və ilk dəfə olaraq Azərbaycanda neon ev muzeyi yaradılıb. Neon sənəti neon boyasının ultrabənövşəyi işıq altında əks olunma effektinə əsaslanan boya sənətidir. İşıq illüziyası və 3D effektinin köməyi ilə neon boya ilə çəkilən şəkillər canlandırılır. Nəqqaş rəssam Fərid Ələkbərov da 9 ildir ki, bu işlə məşğuldur və özünün kreativ düşüncəsi ilə evində belə bir neon muzeyi açıb. Özü də orada yaşayır. Unikal neon ev 2 mərtəbədən ibarətdir. Əlavə olaraq su səviyyəsindən bir qədər aşağıda yerləşən industrial stildə olan bir ərazi də var ki, ora kiçik sərgi zalı funksiyasını yerinə yetirir. Burada Fəridin öz işlərindən başqa dostlarının və həmkarlarının işləri də nümayiş olunur. Muzeyinin spesifik xüsusiyyətlərindən biri də özlüyündə bir növ art holdinqə birləşdirməsidir. Burada təsviri sənətin müxtəlif növləri, heykəltaraşlıqdan tutmuş metal üzərində nəqqaşlığa qədər, rəssamlıqdan vitrajlara qədər bir sıra müəlliflərin işləri həmin neon naxışlarla birləşib həmahəng yaradır. Həmişə dəniz sahilində özünə məxsus ev arzu etmişəm və onu adi ev etmək yox, muzey etmək ağlıma gəldi. Nəyə görə? Ona görə ki, mən burada neon rəssamlığının bütün imkanlarını göstərə bilirəm. O interyerdə, eksteryerdə necə görünür, onu insanlara çatdırmaq istəmişəm. Ev şəraitində, döşəmədə, tavanda, divarlarda neon rəsmləri görmək insana rahatlıq verir. Bu texnikadan şərqdə istifadə olunmamışdı. Neon rəssamlığının maraqlı tərəfi ondan ibarətdir ki, burada görünməyən neon boyalardan istifadə olunur. Belə baxanda bu otaqda heç bir mənzərə görünmür, amma ultrabənövşəyi lampalar altında belə bir maraqlı mənzərə ortaya çıxır. Bu sənətdə istifadə olunan neon boyalar adi gün və elektrik işığında zəif görünür, ya da ümumiyyətlə görünmür. Amma qaranlıq yaradıb, xüsusi ultrabənövşəyi işıq yandırmaq kifayətdir ki, insan mistik və hədsiz gözəl reallığa qərq olsun. İki cür neon boyadan istifadə olunur, görünən və görünməyən. Görünən boya həm qaranlıqda, həm də adi işıqda görünür. Görünməyən boya isə adi işıqda görünmür. Yalnız ultrabənövşəyi işıqlar yanan zaman görmək olur. Neon boyaların bir spesifik xüsusiyyəti də odur ki, insana sakitlik gətirir. Müşahidə etmişəm ki, bu atmosferdə insan özünü rahat və relaks hiss edir. İnsanlar bu effektin təsiri altında dincələ bilirlər. Ona görə də mən neon boyalarını sehirli boya adlandırıram. Neon ev muzeyində diqqətimi çəkən rəsmlərdən biri də mələk obrazında olan bax bu. Rəsmdə Try your wings, qanadlarını tax deyir. Bura gələn qonaqlar sözün əsl mənasında özlərini mələk obrazında görüb mələk kimi hiss edə bilərlər. Fərid Ələkbərov deyir ki, rəssamlığı bilən adam üçün bu işləri görmək elə də çətin deyil. Çalışmanın texniki tərəfi də o qədər qəliz deyil. Əsas məsələ işin ideyası və ortağa qoymaq istədiyin fikirdir. Elə buradan da bir daha görmək olur ki, hər bir uğurlu işin arxasında dayanan kreativ və yaradıcı fikirdir. Elmira Manaflı, Nurlan Şahbazov, Licar TV. Son dövrün ən çox yayılan xəstəlikləri hansılardır? Qrip, öskürək, soyuq dəymə. Bütün bunlardan azar-bezardan qorunmağın ən yaxşı yolu isə profilaktikadır. Profilaktika deyəndə də ilk növbədə immuniteti gücləndirmək, bədəni möhkəmləndirmək nəzərdə tutulur. Bunun üçün bol vitamin qəbul etmək, idmanla məşğul olmaq və hər mövsümə uyğun geyinmək lazımdır. Axı yayın yay, qışın da qış geyimi var. Qış geyimi deyəndə palto, papaq, şərf və isti yumuşaq əlcəklər yadımıza düşür. Deyirəm ki, bu buruna da bir çarə tapılsaydı əla olardı. Qışda mənim ən çox burnum donur. Bəlkə elə yaxın gələcəkdə belə bir icad edilər. Biz də sizə bu haqda bir sujet təqdim edərik.
Hələliksə gəlin əməkdaşımız Sevdanın əlcəklər haqqında hazırladığı sujet izləyək. Paytaxtımızda soyuq qış havası hiss olunur. Hava dəyişəndə isə ilk olaraq əllərimiz donur. Amma bunun çox gözəl çarəsi var. Gözəl sözünə bəs yerə demədim ha, çünki indi gözəl və hər zövqə uyğun olan əlcəklər var. Bəs görürsə şəhər sakinlərimiz hansı əlcəklərə daha çox üstünlük verirlər? Elə bu sualın cavabını axtarmağa çalışacağıq. Elə isə getdik. Ümumiyyətlə əlcəkdən istifadə eləmirəm mən. Yəni istifadə eləyəndə də dəri əlcəklərdən istifadə eləyirəm. Əsasən sadə qara əlcəklərə. Yəni ki, o qədər önəm yoxdur. Yəni şit xoşlamıram qaşlarla falan. Material cəhətdən yəqin ki, pambıq olur. Dəridən olan. Qara kojudur. Toxumalar yox, çox xoşlamıram. Özümün allergiyası var ona görə. Əlcəklərin tarixinə nəzər salsaq görərik ki, onlar Misirdə, fironların dövründə yaranıb. İlk əlcəklər torba formasında hazırlanırdı. Sonradan torbaya bir barmaq üçün də yer tikməyə başladılar. Misir xanımları bu aksesuardan əsasən əllərini zədələrdən və qoxu çökməsindən qorunmaq üçün istifadə edirdilər. Orta əsrlərdə isə əlcəklər dəriyə bənzər, olduqca incə materialdan istehsal olmağa başladı. Əlcəyin simvolik mənası da var. Belə ki, 18-ci əsrdə insanlarla üz-üzə gələrkən, yüksək səviyyəli şəxslərlə qarşılaşarkən əlcəyi çıxartmaq lazımdır. Bu mədəniyyət nümunəsi hesab olunurdu. Müasir dövrümüzdə də bu adət qismən qorunub saxlanılır. Müasir dövrümüzdə isə əlcək əllər üçün nəzərdə tutulan bir geyim növüdür. Əsasən də qış mövsümünün əvəz olunmaz aksesuarlardan biri hesab olunur. Onu seçərkən çox diqqətli olmalıyıq. Onun hava keçirmə xüsusiyyətinə də fikir verməliyik ki, bir sıra dəri xəstəliklərlə rastlaşmayaq. Əlcək özü aksesuar kimi insanlar qış vaxtı daha çox istifadə edir və bizim bu insanlar arasında bəzi dəri xəstəliklərin əmələ gəlməsinin şahidi oluruq. Bunlardan biri kontakt allergik dermatitlərdir. Belə ki, həmin dəri nahiyəsində quruma, çatlama, qaşınma olur. Bu aksesuarın hazırlandığı materiala da diqqət yetirmək lazımdır. Əlcəklər pambıqdan, dəridən yaxud yundan hazırlanır. Bütöv barmaqlardan olan əlcəklərimiz təbii ki, bizi həm dəbə uyğun, həm də soyuqdan qorumaq üçün taxılır. Amma elə əlcək fasonları var ki, məsələn, ancaq bir barmağı var, yerdə qalan barmaq hissələri kəsik kimi tam barmaqlardan ibarət olmur. Amma o zaman bu əlcəklər təbii ki, fason üçün taxılır, dəb üçün taxılır. Belə əlcəklər təbii ki, taxılarkən geyimləri nəzərə almaq lazımdır. Çünki belə əlcəklər hər bir geyimlə münasib getmir. Bu ilin dəbinə gəlincə isə nazik kojalardan tikilmiş və bir də nazik yun parçalardan istifadə olunan əlcəklər daha favorit olacaq. Bu il qara rəngdə olan əlcəklər daha çox dəbdə olacaq. Əlcək seçərkən mütləq şəkildə geyimə fikir verməliyik. Belə ki, barmaqları kəsilmiş əlcəkləri hər tərzlə kombin etmək düzgün deyil. Bunlardan idman üslubunu sevən xanımlar istifadə etsələr daha məqsədə uyğun olar. Tam barmaqlı əlcəklər isə pencək və yaxud da qısa qol paltolarla kombin edilə bilər. Zərif materialdan hazırlanan xüsusi əlcəklər isə xanımlarımızın ziyafət gecələrində daha cazibəli görünmələri üçün ideal köməkçidir. Gecə ziyafətlərində əlcəklər istifadə olunur, boksda da əlcəklər istifadə olunur və soyuq, yəni ki, soyuqdan qorunmaq üçün də görürsünüz ki, çeşidlər çoxdur. Ona görə də sırf dəblə uyğunlaşdırmaq üçün, məsəl üçün hər hansı bir xanım belə deyək də, geyinib cins şalvar və yaxud da lasin, altından kobud ayaqqabılar, üstdən də vadalaska, olsun vadalaska boz rəngdə, üstündən də jilet, kürk kimi belə qeyd edək. Artıq əlbəttə ki, həm soyuq baxımından, həm də dəb baxımından jilet olduğundan, qolları açıq olduğundan uzun əlcəklər geyinməlidir dəridən. Əgər məsəl üçün belə qeyd edək, dutudur, kurtkadır və yaxud da kürkdür, nədirsə artıq qısa əlcəklər və buradan
barmaqları görsənən kəsilmiş əlcəklər. Sonda onu da deyək ki, istər soyuq aylarda əllərinizin donmaması, istərsə də dəbli görünməyiniz üçün dediklərimizdən faydalansanız heç də pis olmaz. Sevda Bayramova, Vüqar Yusifov, Lider TV. Soyuq, qarlı, şaxtalı havada ən sevdiyim məşğuliyyət bilirsiniz nədir? İsti evdə, yumuşaq və rahat geyimdə pəncərədən bayıra baxmaq. Çöldə qar yağır, çovğun, siz isə əlinizdəki bir fincan qaynar qəhvəyə iki əllə sarılıb, sevimli içkinizin bənzərsiz qoxusunu içinizə çəkirsiniz. Bəli, mən kofeni çox sevirəm. Əminəm ki, mənim kimiləri tamaşaçılarımız arasında da çoxdur. Bu içkinin isə bir çox növü var. Mən isə kofeni daha çox süd və şəkərlə içirəm. Bəs siz? Elə əməkdaşımız Ülviyə də sıradakı sujetini kofemanlara, daha doğrusu cappuccino sevənlərə həsr eləyib. Gəlin bir yerdə baxaq. Bəli, mövzumuz cappuccinodur. Demək olar ki, uşaqların, böyüklərin də sevimli içkisi olan cappuccino elə ən çox da havaların soyuduğu bir vaxtda içilən cappuccinodan danışacağıq. Odur ki, diqqətiniz bizdə olsun. Qəhvə ərəb dilindən tərcümədə etirazlandıran içki deməkdir. Qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış bu isti içki dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur. Kofe tərkibində olan kofein sayəsində insan orqanizminə stimullaşdırıcı təsir göstərir. Cappuccinonu mən daha çox süd sevməyən insanlara, yəni süd içizdirmək üçün südün də bizə çox faydaları var. Biz tövsiyə edirik, ara-sıra rationa sala bilərik və əslində kofein oranı, gündəlik kofein miqdarımız 300 mg-ın üstündən çıxarsa artıq zərərindən danışırıq. Amma gündəlik, xüsusən də bir çox insanlar səhər qəhvə içməyi daha çox sevirlər. Bunu daha çox rast gəlir ofis işçilərində ki, özlərinin qəhvənin tərkibindəki kofeindən dolayı daha gümrah hiss edirlər, daha yaxşı hiss edirlər. Buna görə məncə cappuccino içmək olar. Yəni bir əks göstəriş yoxdursa təbii ki, amma mütləq gündəlik su oranımızı, yəni içdiyimiz suyun miqdarını tənzimləməliyik. Bir çox restoran və kafelərdə verilən bu içkini demək olar ki, uşaqdan böyüyə hər kəs sevir. Ancaq gümrah qalmaq və enerjimizi yüksək səviyyədə saxlamaq üçün az qala hər gün içdiyimiz qəhvənin faydaları ilə bərabər ciddi zərərlərinin olduğunu da unutmamaq lazımdır. İstənilən halda cappuccino içə biləcək bir adamın həzm sistemində dəyişiklik vardır. Qaraciyərdə çox ciddi bir prosesə uğrayır. İstənilən halda onların tərkibində insan orqanizmini təzyiqi normallaşdıra biləcək bir adamda, məsələn, əgər təzyiq aşağıdırsa, o adam cappuccino istifadə edirsə, təzyiq normallaşırsa, özünü yaxşı hiss etmiş olur. Hər bir insan özünü yaxşı hiss edirsə, təzyiqi normallaşırsa, özünü yaxşı hiss edirsə, bunu təkcə qəhvə ilə yox, digər təzyiqi qaldıra biləcək meyvələrdən də istifadə edə bilər və ya da şirin bir şeylərdən istifadə edə bilər. Yəni çünki qəhvənin insan orqanizminə ziyanı daha çoxdur. Aparılan araşdırmalara görə nizamlı olaraq gündə 4-5 fincan qəhvə içənlərin qan təzyiqi sürətlə yüksəlir. Həddindən artıq qəhvə istehlakı ürəyin ritminə də mənfi təsir göstərir. Mədə xorasını da sürətləndirir. Bilirik ki, qəhvədir, çaydır, belə içkilər bədəndən su atılımını artırır ki, siz fikir vermişsiniz, Türk qəhvəsində yanında hər zaman bir bakal su verilir. Nə üçün verilir? Çünki bədəndən çıxan suyun yerini doldurması üçün. Buna görə sadəcə gündəlik rasionumuzda suyun miqdarını tənzimləyərək cappuccinonun da bir fincan içməyində bir sakıncası yox deyə düşünürəm. İçmək olar, hətta süd içə bilməyən insanlar üçün düşünürəm ki, gözəl bir seçim olar. Sadəcə bir önəmli bir məqam, əgər kiloya meyillilik varsa, bu zaman mütləq az şəkərli olmasını tövsiyə edirik. Şəkərsiz içə bilənlər ümumiyyətlə şəkərsiz də istifadə edə bilərlər. Həmçinin müşahidə olunub ki, qaraciyər xərçəngi xəstəliyindən əziyyət çəkənlərin mütəmadi qəhvə qəbul etməsi narahatlıqlarını azaldır. Bəzən ola bilir ki, təzyiqi yüksək ola biləcək bir adam kofemaniya deyirlər ona, kofemaniyaya uğrayır və kofedən istifadə edir. Təzyiq əgər yüksəksə, kofeni içirsə, hətta insultu gətirib çıxarır, infarkta kimi gətirib çıxarır və birmənalı şəkildə həyatı kofedən ibarət olur. Qəhvədən ibarət olur. Adam kofe içmədiyi zaman özünü pis hiss etmiş olur. Yəni artıq kofe siqaret kimi bir pis vərdişə çevrilmiş olur. Ona görə istənilən halda insanlar əgər təzyiqini normallaşdırmaqdan ötürü, özünü yaxşı hiss etməkdən ötürü kofe içirlərsə, içmələri ziyandır.
Belə, əziz kofemanlar, yuxarıda da qeyd etdiyimiz kimi gündəlik rasionumuzda kofe və kapuçinodan həddən ziyadə istifadə orqanizminizə zərər yetirə bilər. Ancaq biz sizə sevimli içkinizdən tamamilə imtina edin demirik. Ondan istifadəni minimuma indirsəniz daha yaxşı olar. Ülvi Elxan qızı, Ceyhun Mustafayev, Əfqan Bayramov, Lider TV. Bilmirəm, mənə elə gəlir, yoxsa doğrudan da müasir uşaqlar bizlərdən biraz daha ağıllı, məntiqli, necə deyərlər, gözü açıqdılar. Sözsüz ki, hər birimiz uşaq ikən əhatəmizdəkilərlə maraqlanır, hər şeyi öyrənmək, kəşf etməyə can atırdıq. Təbii ki, indiki texnoloji imkanlar bizim uşaqlıq dövrümüzdə mövcud deyildi. İndi bunların sayəsində gənc nəsil araşdırmalar aparır, daha geniş məlumat bazasına yələnirlər. Ancaq bütün bu bolluğun bir mənfi tərəfi də var ki, uşaqlar günün böyük bir hissəsini evdə kompüter arxasında keçirirlər. Burada da məsuliyyət valideynlərin üzərinə düşür. İndi ən aktual məsələ uşağı kompüterlərdən ayırıb həyətə, təmiz havaya çıxarmağı bacarmaqdır. Bilirsiniz, uşaqları qınamaq da olmur. Onları çox gözəl başa düşürəm. Əziz böyüklərimiz, boynunuza alın ki, siz də sosial şəbəkələrin, kiber oyunların sehrinə vaxtaşırı qapılırsınız. Elə sıradakı sujeti hazırlamaqda məqsədim bu oyun həvəskarları ilə sizi yaxından tanış etməkdir. Beləliklə, kiber aləminə səyahətə hazır olun. Bəzən həyatımıza rəng qatmaq üçün maraqlı və əyləncəli məşğuliyyət axtarırıq. Onlayn oyunlar əyləncənin ən məşhur və eyni zamanda tələbat duyulan bir növüdür. Bu oyunlar böyükdən kiçiyə hər kəsi bir neçə dəqiqəlikdə olsa həyatdan uzaqlaşdırır. Kiber oyunlar son zamanlar gənclər arasında yayılan ən məşhur oyun növlərindən biridir. Deyərdim ki, bütün ölkə vətəndaşlarının qoşulduğu bu oyun həm də gənclər arasında yeni tanışlıq imkanları yaradır. Emin kiber oyunların artıq professional oyuncusuna çevrilib. Onun məqsədi güclü oyuncu kimi ölkəmizi digər ölkələrin də qoşulduğu kiber idman oyunlarında təmsil etmək, tanıtmaqdır. Kiber idmana cavanlar daha çox üstünlük verir və hal-hazırda da cavanların çoxsu, yəni ki, Amerikada və Kanadada və sair ölkələrdə sən Azərbaycan soruşanda çoxsu bilmir. Amma kiber idmana sözünü göstərəndən sonra onlar daha çox səni tanıyırlar. Kiber idman oyunları bugün Amerika, Kanada, Rusiya, Türkiyə kimi ölkələrdə də məşhurdur. Özünə akaunt, yəni şəxsi hesab yaradaraq qeydiyyatdan keçən hər kəs oyunun iştirakçısına çevrilə bilər. Hərbi texnikaların üstünlüyü təşkil etdiyi kiber idman oyunlarının növləri isə çoxdur. Emin isə demək olar ki, World of Tanks oyunu ilə yaşayır. Tank oyunları, belə deyək, dizayn üzrə, effekt üzrə nömrə 1-dir, bəlkə də demək olar ki. Çox oyunlar var əslində. Mənim üçün sırf, yəni belə deyək, bir kiber idmançı kimi ən böyük odur ki, community. Community nədir? Yəni ki, sosial cəhətdən insanlar bir-birlərinə ünsiyyət qurmaqları, bir-birləri ilə davranışları. Ən birinci oynadığım oyun Counter-Strike idi 1.6. O da hardasa 2005-ci ildən başladım mən. Belə deyək də, hal-hazırda 2005-dən indikiyə kimi hardasa bir 7 dənə oyun oynamışam. Daha çox gəncləri maraq göstərdiyi kiber oyunlar həm intellekti, həm də kompüter texnikasına marağı artırmaq üçün yaradılır. Ətrafımda gördüyünüz bu gənclərin hər biri artıq kiber oyunların professionallaşmış iştirakçısına çevriliblər. Bu oyunların əsas üstünlüyü isə ondadır ki, onlar həyatda göstərə bilmədikləri bacarıqlarını məhz bu oyun vasitəsilə ortaya qoyurlar. Bizdə bir komanda olur, biz başqa ölkənin vətəndaşı ilə oynayırıq, bir yerdə oynayırıq. Hərdən bir çempionatlara çıxırıq, onlayn çempionatlara və onlarla bir yerdə oynayırıq. Tankım seçdim, sevdiyim bir tankım idi. Vurdular, partlatdılar. Çox maçı məğlub olmuşam. İndi necə olacaq? İndi gözləyirəm, bu oyunun nəticələrini gözləyirəm, hansı komanda tutacağını və ona uyğun bizə yazılacaq şotumuza nə qədər oynadığımızı. Kiber oyunlara maraq göstərənlər arasında balaca həvəskarlar da az deyil. İndi isə biz balaca bir yaxşı oyunçunun yanındayıq. Görək o nə deyəcək bizə oynadığı oyun haqqında. Salam balacam. Salam. Nə oynayırsan? Tank. Bizə dinən görək bu oyunun adı nədir, necə oynamaq lazımdır, nədir göstəriciləri? Onun adı World of Tanks'dır. Oynayırsan, adamın xoşuna gəlir. Orada tanklar alırsan.
Qeyd edək ki, hər il dünya kiber oyunları üzrə müxtəlif səviyyəli çempionatlar keçirilir. Keçən il ölkəmizdə baş tutan çempionatda bir çox ölkədən iştirakçılar da qatılmışdı. Türkan Mahmudova, Rahim Mustafayev, Lider TV. İnsanlar qədər onların zövqləri də müxtəlifdir. Kimisi duzlu sevir, kimisi şirin, kimi də acı. Bu damaq dadına aiddir təbii ki. Rəng, musiqi, paltar seçimi, bunlar da insanın zövqündən xəbər verir. Birisi üçün fövqəladə gözəl görünən, digərində ikrah hissi doğura bilər. Görmək demişkən, gözlərin də neçə rəng və çalarları var. Qəhvəyi, yaşıl, mavi, boz, bal rəngi, bir də qonur. Doğrudan da görəsən qonur rəngli gözlər necə görünür? Gülməyin, görməmişəm də. Hələ o gün sosial şəbəkədə qonur gözlər yazıb axtarış tapardım. 100 dənə şəkil çıxıb, hələsi də bir rəngdə. Digər baş aşda. Hələ mən hər rəngi bir cür görən daltoniklərdən danışmıram. Mən danışmıram, amma bizim Vüqarın deyəsən gözlər haqqında deyəcəyi sözlər, fikirlər var. Əgər bu mövzu və ümumilikdə gözlərin bizim bilmədiyimiz digər tərəfləri barədə məlumat əldə etmək istəyirsinizsə, onda sıradakı sujetimizi izləməyə doğrudan da dəyər. Orta hesabla biz ömür boyu 24 milyon müxtəlif təsvirləri görürük. Bu isə aldığımız informasiyanın 80%-nin gözlərin üzərinə düşdüyünü göstərir. Maraqlıdır, görək paytaxt sakinləri gözlər haqqında nələri bilirlər. Elə başqa gözlər haqqında bilmirəm, amma öz gözlərim haqqında deyə bilərəm ki, yaşlı gözlər ətrafdakılar tərəfindən sevilir. Gözlərin renkleri değişir. 4-5 çeşit renk vardır. Mavi, kahverengi, siyah, yeşil gibi değişir. Bəzi göz rəngləri var ki, onlar nadir hallarda rast gəlir. Onlardan biri bənövşəyi rəngli və s. rənglər. Gözlərimiz əsasən mənə elə gəlir ki, insan var gözləri mehriban olur, həlim olur. İnsan var gözləri çox necə deyim, çox belə zəhmli olur. Yəni hər bir şey insanın ürəyi də, insanın fikirləri də gözlərlə məncə ifadə oluna bilir. Gözlərimiz haqqında çox maraqlı faktlar eşitmişik. Amma çoxlarımızın bilmədiyi məlumatlar da var. İlk olaraq onu deyək ki, göz 7 qram, göz bəbəyinin diametri isə 24 mm təşkil edir. Gözlə gördüyümüz informasiya isə optik nerv vasitəsilə beyinə tərs şəkildə ötürülür. Bu faktı 1897-ci ildə Amerikalı psixoloq George Stratton araşdırıb. Onun apardığı araşdırmaya əsasən həmin informasiya beyində analiz edilərək tamamlanmış təsvir yaradır. Ən maraqlı fakt odur ki, göz alması əgər bir-birindən yaxın bir məsafədə yerləşərsə, bu insanlar sinir sistemi baxımından bunlar daha aqressiv, daha deməli kəskin zəkaya malik olurlar. Bu insanlar daha deməli əsəbi olurlar. Ancaq göz alması bir-birindən daha uzaq yerləşərsə, təbii ki, bu məsafənin rolundan biz belə bir deyim var ki, bu insanlar daha sakit olurlar, səbirli olurlar, yuxuları daha dərin olur. Bu da onunla əlaqələndirir ki, belə bir xarakterik bir xüsusiyyətdir. İnsanın güzəştli qişası 256 unikal xüsusiyyətə malikdir və bu çox az ehtimalı yalnız 2 insanda rast gəlinə bilər. Bununla əlaqədar olaraq Amerika və Böyük Britaniyanın gömrük pasport nəzarət xidmətində güzəştli qişanın müəyyənləşdirilməsi həyata keçirilir. Göz qışası insan bədəninin yeganə orqanıdır ki, qan damarları vasitəsilə oksigen almır. O yalnız havadan yaş damlasında həll olunan oksigeni götürür. Maraqlısı isə ondadır ki, gözlərimiz doğulduğumuz gündən həyatımız boyu ölçüsünü dəyişmir. Burun və qulaqlar isə durmadan böyüyür. Bizim ən vacib bir gözlərimizin funksiyası da vardır, akkomodasiya funksiyası. Bu deməkdir ki, biz eyni zamanda gözlərimizlə eyni dəqiqlikdə müəyyən deməli məsafədə, müxtəlif məsafədə bizdən yerləşən obyektləri eyni deməli dəqiqliklə görürük. Bu akkomodasiya funksiyası ilə yerinə yetirilir. Çünki bildiyimiz kimi göz almasında akkomodativ əzələ vardır ki, hansı ki bütün bizim orqanizmdə yerləşən əzələlərdən ən cəld işləyən bir əzələdir, ən işlək bir əzələdir ki, ona görə də belə bir deyim var, bir göz qırpımında. Bu deməkdir ki, bir dəqiqədə biz 5 dəfə gözümüzü qırpa bilərik. Maraqlı faktlardan biri də budur ki, insanın və köpək balığının göz qışası quruluşca eynidir. Və bu faktı nəzərə alan cərrahlar insan gözlərinin əməliyyatı zamanı bu balığın göz qışasından da istifadə edirlər. İngiltərənin Liverpool şəhərinin sakini 32 yaşlı John Doyle gözlərini 14 mm çölə çıxarmağı bacarır. Onun adının yaxın günlərdə Guinness Rekordlar kitabına düşəcəyi gözlənilir.
Yəqin ki, filmlərdə dəniz quldurlarının bir gözünün bağlı olduğunu görmüsünüz. Bunun səbəbi gündüz gəminin göyərtəsinin işıqlı, zirzəmisinin isə qaranlıq olmasındadır. Onlar bağlamanı gözün birini işıqda, digərini isə qaranlıqda görmək üçün istifadə edirlər. Qısa müddət ərzində sizləri gözlərimiz haqqında faydalı və maraqlı məlumatlara çatdırmağa çalışdıq. Gəlin gözlərimizi qoruyaq, çünki onlar qəlbimizin aynasıdır. Vüqar Səfərli, Nurlan Şahbazov, Lider TV. Araşdırmalar göstərir ki, insanın rəngi, yəni üzünün, gözünün və saçının rəngi ilə də onun xarakterini müəyyənləşdirmək olurmuş. Elə mən də xarakterimi dəyişmək məqsədi ilə saçlarımın rəngini dəyişib qara saçlı oldum. Hiss etdim ki, xarakterimdə bəzi dəyişikliklər baş verir. Bütöv oldum hər mənada. Heç nədən qorxmadım, çəkinmədim. Üst-üstə yığılıb qalan problemlərimin öhdəsindən asanlıqla gələ bildim. Sonra ötən il isə imicimdə dəyişiklik etmək üçün saçımı sarı rəngə boyadım. Daha sonra şabalıdı və sair rənglər. Amma deyim ki, zarafat öz yerində. İndi nə var cilddən cildə, rəngdən rəngə düşməyə? 30-40 dəqiqə bəs eləyər ki, saçını istədiyin tonda rəngləyə biləsən. Və dəqiq deyə bilərəm ki, saçlarımın boyası dəyişdikcə xasiyyətimdə də dəyişikliklər hiss olunmağa başlayırdı. Bəlkə də yanılıram, bəlkə də bu psixoloji olaraq mənə belə gəlir. Dəqiq deyə bilmərəm. Yaxşısı budur, gəlin məsələnin bu tərəfini əməkdaşımız Xəyalədən soruşaq. Rənglər həyatımızın ayrılmaz bir parçasıdır və yəqin ki, qəbul edərsiniz ki, rənglər olmadan həyatı təsəvvür eləmək də imkansızdır. Günlük istifadə elədiyimiz bir çox şey, otağımız, hətta seçdiyimiz şəxsi əşyalardakı rənglər belə bizim zövqümüzün göstəriciləridir. Məsələnin digər tərəfi isə rənglərin bizə psixoloji olaraq nə demək istədiyidir. Qırmızı rəng qan təzyiqinin artmasına və ürək döyüntülərinin çoxalmasına səbəb olur. Qıcıqlandırma, həzm sistemini sürətləndirmə kimi funksiyalara sahib olan bu rəng gözün arxasındakı renta bölgəsində əks olunur. Bu da iştahın açılmasına bilavasitə kömək eləyir. Əgər sizin də yemək yeməmək kimi bir probleminiz varsa, qırmızı rəngli otaq və ya mətbəx aksesuarlarından istifadə edə bilərsiniz. Hətta psixoloqlar bu rəngin iştah açıcı rənglər sırasında ilk yerlərdə dayandığını bildirir. Evin interyerində qab-qacaqda, salfetlər qırmızı rəngdə olsa, daha çox yeməyə səbəb gətirir. Düzdür, həmin qidanı yeyən insanlar az-az yeyəcək, amma həmin qidaya daha çox müraciət etməyini gətirib çıxacaq. İştah açan rənglərdən biri də narıncıdır. Güc, dözümlük və istiliyi simvolizə eləyən bu rəng daha çox günəşi xatırladır. Subtropik bitkilərin eyni zamanda faydalı qidaların cəmləşdiyi bu rəng gözə, beynin oyanmasına, əqli aktivliyin artmasına da səbəb olur. Bu xüsusiyyəti onun iştah açma bacarığını ön plana çəkir. Adi gündəlik həyat tərzimizdə biz özümüz restoranlara gedirik. Birinci daxil olan kimi bizim diqqətimizi nə çəkir? Təbii ki, restoranın interyeri, orada olan masaların rəngi. Əgər o pozitiv rənglərdən ibarət olursa, təbii ki, bizim orada daha çox vaxt keçirməyimizə, daha çox yemək sifariş etməyimizə səbəb olacaq. Yox, belə deyək, bədbinlik əks etdirən rənglər olursa, təbii ki, onda sifarişçi də az olacaq və həmin yerlərə, məkanlara gedən insanlar da az olur. Qırmızı və narıncını izləyən ən aktiv rənglərdən digəri isə sarıdır. Bu rəng psixoloji olaraq insanlara xoşbəxtlik və sevinc bəxş eləyir. Belə müsbət emosiyalar isə insanların böyük əksəriyyətində yeməyə meyilliyi artırır. Yaşıl rəng təbii qidalanmanın, təmiz və təravətli ərzaqların simvolu olaraq tanınır. Sakitləşdirici təsiri olan yaşıl rəng alt psixologiyada güvən yaratdığı üçün insanı qidalanmağa meyilləndirir. Mətbəxdə qara, qəhvə kimi tünd rənglərdən uzaq durmaq iştah probleminin aradan qaldırılmasına kömək edir. Bundan başqa mavi rəngin tonlarından da pəhrizdə olan insanların istifadə etməsi məsləhətlidir. Unutmayın, pozitiv və ürək açan rənglərin üstünlük təşkil etməsi həm psixoloji ruh yüksəlməsinə, həm də iştah üçün daha uyğun hesab olunur. Əziz xanımlar və bəylər, daim pozitiv yaşamağınız və pozitiv qalmağınız diləyilə. Xəyalə Vagif qızı, Ülvi Rəhimov, Lider TV. Belə bir deyim var. İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar. Düzdür, hər nə qədər bu fikirlərlə razı olmasam da, etiraf etməliyəm ki, geyim, keçim, üst-baş insan haqqında çox məqama aydınlıq gətirə bilir. Siz də razılaşın ki, vacib bir görüş öncəsi xüsusi hazırlıqlar görürsünüz. Demək ki, geyim hər şeyi olmasa da bir çox şeyi həll eləyə bilər. Belə olmasa qocaman dəb sənayesi qurulmaz, insanların imici və tərzi üzərində minlərlə insan çalışmazdı.
İmage demişkən, sıradakı sujetimizin mövzusu da elə budur. Əməkdaşımız Elmira bizə bu anlayış haqqında daha ətraflı danışacaq. Your body, your soul, feel the rhythm, take control. The music guides you into this flow, so keep on moving, get ready. Düzgün seçilmiş imaj insanın özgüvən hissini artırır. Hər bir insan öz imajını asanlıqla dəyişə bilər. Yetər ki, buna sizin güclü istəyiniz və cəsarətiniz olsun. Sizcə imaj nədir və imaji necə dəyişmək olar? Vallahi imaj deyəndə özümü nəzərdə tuturam ki, mən özümdə bir imaj, yəni nə mənada deyim ki, bu gün bunu geyinim və yaxud da bu gün bunu geyinim. Elə bir şeydə, yəni çox rahatam. Amma insanlara da yəni bunu məsləhət görürəm ki, çox rahat olsunlar. Yəni qıraqdan yəni insanlar deməsinlər ki, məsələn qıraqdan baxan insan mənim imajımə necə baxar, yaxşı geyinim və yaxud da pis geyinim. İmaj dəyişmək olar da xasiyyətlə. Həyat tərzindən dəyişə bilərsə, tək geyimlə yox ki, saç düzümü ilə, nə bilim kosmetika ilə, əyin başla. Elələri var ki, imin elə fikirləşir, elə də imajın dəyişir. İmaj ingilis sözüdür. Hərfi mənası şəkil, görünüş deməkdir. Müasir imaj anlayışı isə müəyyən kütlə içərisində seçilmiş, özünəməxsus obrazı ilə fərqlənməni nəzərdə tutur. Uğur əldə etmək istəyənlər birinci növbədə imajına fikir verməlidir. İmaj fərdin və ya bir təşkilatın özünü cəmiyyətə təqdim etmə formasıdır. Bu baxımdan imaj məsələsi artıq həyati əhəmiyyət kəsb edir. Çünki ilk təəssürat formalaşdırmaq üçün bizə ikinci şans verilmir. Düzgün seçilməyən imaj isə sizin istedad və bacarığınızı kölgədə qoya bilər. Bir çox insanlar imaj anlayışını doğru düzgün anlaya bilmirlər. Geyimi və saçı dəyişməklə iş bitmiş sayılmır. İmajı dəyişmək istəyən insan təkcə geyiminə yox, öz həyat tərzinə də fikir verməlidir. İmajsa bu sırf nə zövqdür, nə də tərzdir. Sırf imaj bilirsiniz, geniş bir anlamdır. Tək geyimlə kifayətlənmir. İmaj belə deyək, hər hansı bir məktəbli bitirən xanım məktəbi bitirir və institutda, universitetdə daxil olunur və ondan artıq o gələcək imajını formalaşdırmağa başlayır. Əgər o hər hansı bir bank sayəsində gedirsə, artıq onun imajı ciddi xanım obrazı kimi gedir. Getdiyi yerlər, geyindiyi paltarlar, danışıq, hər bir şeydir imaj. Mütəxəssislər bildirir ki, imaj həm də nisbi anlayışdır. Hər kəsin imajı onun daxili aləmini, dünya görüşünü tamamlamalıdır. Bu baxımdan imaj individualdır. İnsan özü də özünə uğurlu imaj yarada bilər. Yox, əgər bir insan imajını dəyişmək istəyir və nə edirsə, bir imaj formalaşdıra bilmirsə, o zaman mütəxəssisə müraciət etmələri mütləqdir. İmajda fərdilik vacibdir, yəni ki, individuallıq vacibdir. Ona görə ki, imaj o deməkdir ki, sən nə ilənsə mütləq fərqlənəcəksən. Aksesuar ola bilər, rəng seçimi ola bilər, rəng seçimin qarmoniyaları ola bilər, bir-birinin arasında bağlantılar ola bilər, seçdiyin stilin cazibədarlığı ola bilər, ona uyğun təbii ki, saç düzümü və makiyaj, aksesuarlar, ya da ki, imaj odur ki, hardasa bu yaradılmış, burada yaradıcılıq çox vacibdir. Bu yaradılmış bir obrazdır. İmaj dediyimizdə bu o deməkdir ki, bu insanın öz xarakterik xüsusiyyətləri deyil. Ona təqdim olunan, onun üçün yaradılan və onun üçün düşünülən konsepsiyaya görə, məsəl üçün hər hansı bir insanın, xanımın radikal şəkildə saç rəngini dəyişmək olar, saç kəsimini dəyişmək olar, seçilən geyim stili çox fərqli ola bilər və bunu imajmakerlər və modelyerlər və stilistlər bir yerdə eləsələr, inanın ki, bəlkə onun yaxınları belə onu çətin halda tanıya bilərlər. Deyilənlərdən bir daha aydın oldu ki, imaj yalnız məkana uyğun geyinmək demək deyil. Bu həm də həyat tərzinizlə vəhdət təşkil edən bir obrazı yaratmaq deməkdir. Yeni bir imaj yaratmaq üçünsə birinci növbədə özünüzü həmin obrazda görə bilməyiniz mütləqdir. İstənilən halda, istənilən imajda hər zaman özünüz olmanız dileyi ilə Elmira Manaflı, Turab Məmmədov, Lidzar TV. Uşaqlığımdan sevirəm də meşəni, çəməni, təbiət qoynunda dincəlməyi. Ailəvi istirahətin isə ayrı yeri var. Böyüklər süfrə açır, manqal qalıyır, uşaqlardan kimi çayda üzür, kimi də çiçək meyvə toplayaraq meşənin kəşfinə çıxır. Əlbəttə ki, meşənin daimi sakinləri olan ağacları, xırda canlıları, quşları incitməmək şərti ilə.
Onu da deyim ki, meşə meyvələrinin tamı da fərqli, daha dadlı olur. Cır alma, armud, zoğal, bir də ki, sevdiyim əzgil. Sizin necə? Əzgillə aranız yaxşıdır? O gün Gülnarla bu mövzuda mübahisəmiz düşdü. Mən dedim ki, əzgil ancaq cır olur, yəni meşədə bitir. O isə dedi ki, yox, əzgili yetişdirirlər. Bu məsələyə aydınlıq gətirmək üçün Gülnar özü sujet hazırlamaq fikrinə düşdü. İndi gəlin görək kim haqlıdır, Gülnar yoxsa mən? Əzgil Azərbaycanın bir çox rayonlarında yayılmış gülçiçəkimlər fəsləsinə aid bitki növüdür. Əzgil ağacına Qafqazda və Krımda da rast gəlmək mümkündür. Yabanı halda əzgilin meyvələri sarı qonur rəngdə, çox xırda olur. Becərilən əzgilin isə rəngi sarı, meyvələri iri, dadı isə şirin olur. Əzgil bitkisi Qafqazda, o cümlədən Azərbaycanda becərilən qədim bitkilərdən biridir. Bu bitkinin demək vətəni əsas ən çox yayıldığı yer Qafqaz, o cümlədən Ön Asiya sayılır. Lakin Linney bu bitkini Alman əzgili adlandırmışdır. Bu bitki gül çiçəklər fəsləsinə aiddir. Latınca adı Mespilus adlanır. Bitkinin bir növü məlumdur, o da adi əzgil. Bu da əsasən Qafqazda geniş yayılmışdır. Bundan əlavə Azərbaycan meşələrində xüsusilə adi əzgil növü çox yayılmışdır. Həyətyanı sahələrdə isə əzgilin iri meyvəli formaları daha çox becərilir. Əzgili digər meyvələrdən üstün edən cəhət ondadır ki, o payız-qış fəslində meyvələrin ağacdan töküldüyü vaxt yetişməyə başlayır. Əzgil əsl qış meyvəsidir desəm, yəqin ki, yanılmaram, çünki onu məhz şaxtalar düşən kimi yeməyə başlayırıq. Əzgili digər meyvələrdən fərqləndirən bir cəhət də var ki, onu ağacdan dərdiyimiz kimi yemək mümkün deyil, ən azından bir neçə gün ev şəraitində saxlamaq lazımdır. Bu halda o dəyir və əsl yeməli vəziyyətə düşür. Bu bitki mülayim iqlimdə yetişir, sərt şaxtalara dözümsüzdür. Girli torpaqlarda yetişən əzgilin meyvələri daha keyfiyyətli və dadlı olur. Yaxşı suvarıldıqda hər tip torpaqda becərilə bilər. Bu bitkinin artırılması demək toxum və calaqla artırılır. Toxumla artırıldıqda öz xüsusiyyətlərini saxlaya bilmir. Yəni parçalanma gedə bilir. Ona görə də bunu əsasən calaqla artırırlar ki, meyvə öz xüsusiyyətini saxlaya bilsin. Bunu da əsasən heyvaya və yemişana calayırlar. Yəni anac bitki yemişan və yaxud heyva olmalıdır ki, bu bitkilər üzərində yaxşı tutur, inkişaf eləyir. Bütün meyvə ağacları kimi əzgil də suya qarşı həssasdır. Belə ki, uzun müddət su sarıdan əziyyət çəkərsə, bar verməyəcək və meyvələri erkən tökülməyə başlayacaq. Qədim zamanlarda əzgil ağacı həm də uğurun nişanəsi hesab edilirdi. Hətta rəvayət olunur ki, səyahətə çıxan dərvişlər məhz əzgil ağacından özlərinə əsa düzəldərdilər. Meyvədən xalq təbabətində də olduqca geniş istifadə edirlər. Mütəxəssislər bildirir ki, səhər ac qarnına 2-3 əzgil yemək orqanizmə xeyirlidir. Bundan başqa əzgil mədə, bağırsaq, böyrək xəstəliyinə qarşı şəfavericidir. Həddən artıq faydalı bitkidir. Bunun əsas faydaları nədən ibarətdir? Tərkibində çoxlu lazım olan elementlər var. Makro, mikro elementlər, vitaminlər var. Bir də əsas bunun daha çox faydası mədə-bağırsaq sistemi xəstəliklərində istifadə olunmasıdır. Məsələn, bu çox güclü antimikrob xüsusiyyəti var ki, məsələn, hər hansı bir patoloji mikrob nəticəsində güclü ishal yaranırsa və yaxud dizenteriya əmələ gəlirsə, bu onlara çox öldürücü təsir göstərir. Düzdür, ola bilər bəzi hallarda tam sona qədər gücü çatmasın, amma İstənilən qədər güclü təsirə malik bitkidir. Əzgili daha çox meyvəsinə görə becərirlər. Mədəni sortların meyvələri iri və bir qədər ətli olması ilə gözə çarpır. Əzgilin də digər meyvələr kimi cemi, şirəsi, içkiləri məşhurdur. O həm də turşusu qoyulan nadir meyvələrdəndir. Gülnar İlqar qızı, Ceyhun Mustafayev, Lider TV.
Bu da son. Sizlər üçün hazırladığımız bir bazar günü buraxılışının da sonuna beləcə gəlib çatdıq. Vaxt edib izləyə bilməyənlərə isə YouTube'dakı səhifəmizi xatırlatmaq yerinə düşərdi. Siz YouTube'a daxil olub bizim Səda yazmaqla yalnız bugünkü yox, indiyədək efirə gedən bütün verilişlərimizi izləyə bilərsiniz. Bizdən bugünlük bu qədər. Sağ olun, salamat qalın. Başlayam. Hissləri düşün. Do, re, mi, fa oxuyacam. İlişdi təkər. Neçəncidir bu Orxan? Ay mənim qızılı saçlarım. Belə olmasa qocaman, qocaman.